Salam, hörmətli izləyicilər. Xətai metrosunun yaxınlığında, Xətai rezidensiyanın binasında 2 otaqlı təmirsiz mənzilimiz çıxıb satışa. Bura binanın həyət hissəsidir. Girişdə mühafizə xidməti. Qapalı həyətdir. Qeyd edim ki, binada yaşayış var. Qaz verilib artıq. Bura giriş bloku. Mərmər bloklardır. 2 sürətli lifti var. Keçək mənzilin daxili ilə sizə tanış edin. Mənzilin daxilində hörmətli izləyicilər, girişdə sağda sanitar qovşaq, hol hissə, üzbəüz qonaq otağı, geniş qonaq otağı var. Baxışı şəhər istiqaməti, Xətai metrosu tərəf. Qeyd edim ki, mənzil 14 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşir. 103 kvadrat metrdir, qanuni 2 otaqlı mənzildir. Bura mətbəx hissədir, geniş mətbəxi var. Mətbəxin qarşısında eyvanı var. Qaz sayğacı var. Tam yaşayışlı binadır. Bura digər sanitar qovşaq, 2 sanitar qovşaq ümumi və bura yataq otağıdır. Bu yataq otağının da daxilində ayrıca sanitar qovşağı var. Vitraj pəncərə, eyni şəhər istiqamətinə baxır. Mənzilin sənədi müqavilədir. Qeyd edim ki, bu binada tək-tək hallarda 2 otaqlı mənzillər çıxır satışa. Mənzilin qiyməti 268 min manatdır. Kimə maraqlı olsa, bizlə əlaqə saxlaya bilər.